Salam, hər birinizi xoş gördük, hörmətli kanal izləyicilərimiz. Gördüyünüz möhtəşəm bir 2 mərtəbəli 4 otaqlı evimizin təqdimatındayım. Çox gözəl, möhtəşəm görünüşə və dekorativ ağaclardan istifadə olunub. Yaşıl ağaclardan, palma, şam ağaclarından istifadə olunub. Həyətin işıqlanması, möhtəşəm işıqlanması var. Elə digər lampalardan istifadə etməmişəm. Evimiz çox gözəl dizaynla inşa olunub. Təmirinə söz ola bilməz. 4 dövrəmə qoşadaş, fundament, mərtəbə arası monolit beton, sonda kəmərinə kimi mövcuddur. Təmir tikinti aparılan zaman hər birisi video qeydiyyata alınıb. İstəsəniz gəlib yaxından tanış da ola bilərsiniz. Həyətyanı sahəsinə rahat şəkildə maşın daxil olur. Pultla idarə olunan jaluz qapı, əl qapısı, atdenli, bütün kamyonlar var, sayğaclar var, mərkəzi kanalizasiya sistemidir, həyətin trapına kimi mövcuddur. Xatırladım ki, Kupçalıdır, dövlət ipotekasına da üzr istəyirəm, yararlıdır. Yerdən kürsüyə özünüz şahidsiz, sizləmsin artıq əşyalarınızı yerləşdirə bilərsiniz. Kombi üçün bu hissədə yer ayrılıb, kamyonlar da hər birisi yaxınlığında. Daxil oluq evimizin iç sahəsinin təqdimatına. İçi çölündən də möhtəşəmdir. Baxın, belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsindəndir. İkinci mərtəbəyə qalxan pilləkənlər gördüyünüz kimi dəhliz genişdir. Bütün çırçıraqlarına kimi hər birisi tam hazır şəkildədir. Hündürlüyü, tavan hündürlüyü 3,20 sm tavan hündürlüyü var. Sağ tərəfdə yerləşir, baxın, belə bir gözəl, möhtəşəm qonaq otağı. Vitraj şəbəkə pəncərə xüsusi gözəlliyi qatır. İstər çöl dizaynına, istər evin içi işıqlanmasına çox böyük rol oynayır. Bu hissədə gördüyünüz kimi dekorativ əşyalardan istifadə etmək üçün belə bir girintili qardırob da yaradılıb ki, fon işıqlardan da təchiz olunub. Klassik üsulda təmirdir, yəni gözü tavanlı fiqurlar və çırçıraqlardan bəzədilib. Təmir zamanı yəni hər bir şeyin yaxşısından istifadə olunub da, yəni öz zövqünə necə istərsənsə o formada. Burada yerləşir mətbəx. Belə bir gözəl işıqlı mətbəx, mebel arası mebel alt hissəsi metal işlənilib. Bütün kameralar da mətbəxdə mövcuddur. Bu hissədə isə sanitar qovşaq yerləşir. Yenə də duş kabinasına kimi yer ayrılıb. Asma tavan, çırçıraqlardan bəzədilib. Çox səliqəli, hər bir şey ayrı-ayrı incəliyinə kimi hər birisi düşünülüb. Yəni, bu evi qaçırmayın, almağa dəyər, qiymət də münasib qiymətdir. Real müştərilərdən razılaşmaqda olacaq qiymət barədə. Yerləşmə yeri ən əsas gözəl də yerləşmə yeridir ki, açıqlayacağım yerləşməyinin bu təqdimatın sonuna çatdırım. Bölgü yenə də dəhliz vasitəsində bu hissədə yerləşir. Uşaqlar üçün nəzərdə tutulan yataq otağı, eyvana birbaşa bu otaqdan çıxışı var. Burada digər yataq otağı, geniş yataq otağı əşyaları rahat şəkildə yerləşdirə bilərsiniz. Yerini açıqlayın, Abşeron rayonu Masazır qəsəbəsi. Bura gəlmək üçün Masazıra daxil olmayacaqsınız. Birbaşa Bakı-Sumqayıt yolundan Dost mərkəzini keçəndən sonra Monoliza restoranın yanından qapıyacan asfalt. Maksimum avtomobillə Bakı-Sumqayıt yolundan evə 3 dəqiqəlidir. Maksimum 3 dəqiqəlik məsafədir. Kupçalı 4 otaq, 2 mərtəbə, möhtəşəm təmir, tikintisinə söz ola bilməz. Qiymət isə gözəl qiymətdir. 125.000 ilkin qiymətdir. Real müştərilərdən qiymətdə razılaşmaqda olacaq. 051 635 1797 nömrəmizə əlaqə saxlayın. Gəlin bu evə sahib olun. Yəni gedib o başqa evlərə 110, 115, 120 min verməkdənsə bu gözəl evə 125 mindir. İndi razılaşmaq da olacaq. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Qeyd etdiyim nömrədə əlaqə saxlayın. Gəlin bu evə sahib olun.